Salam Rafael, xoş gördük. Salam Cəh, xoş gördük. Sənə Çempionlar Liqası tarixində ən çox qırmızı vərəq almış oyunçuların 5 oyunçunun adını çəkməyini istəyəcəm. Qırmızı kart deyəndə Ramos. Bəli, ilk pillədə Ramos gəldi. Pepe? Pepe yoxdur. Yoxdur Pepe. Qırmızı kart. İkinci pillədə Ramosla eyni sayda qırmızı vərəyə 4 qırmızı vərəqəsi var. Holland futbolunda eynəkli. Edgar Davids. Bəli, Edgar Davids. Doğrudan, o necə yadımdan çıxır? Eyni sayda ilə 3-cü pilləni qərarlaşan, özünü futbolun ən egolu futbolçusu sayır. Zlatan? Bəli, Zlatan İbrahimovic də. Zlatanın o qədər. 4 də 4 qırmızısı var. qırmızı vərəqəsi var. Nə vaxt aldı onları? 4-cü futbolçu. Chelsea və Galatasarayda da çıxış edib. Chelsea və Galatasaray, Chelsea və Galatasaray. Chelsea'dən Galatasaraya gəlib, Côte d'Ivoire millisinin. Drogba? Bəli, Didier Drogba 3 qırmızı vərəqəsi var. Nə vaxt alıb ki o qədər? 3 qırmızı vərəqəsi var. 4-cü pillədə isə Milanda da çıxış etmiş futbolçu var. Müdafiəçi? Milanda bəli müdafiəçidir. Akrobatik zərbə ki, əla qolları var idi. Mexes. Bəli, Filip Mexes ilk beşliyimizi yapır. Çox sağ ol Rafael, bir qədər çətin oldu deyəsən. Yox, çox çətin idi həqiqətən. Əsasda Drogba'nın, yəni 3 qırmızı olmağı biraz qəribə gəldi mənə Drogba. Bəli, Didier Drogba'nın 3 qırmızı vərəqəsi var. Təşəkkürlər Rafael. Sağ ol.